Hə, nə olub? Yenə nə olub? Bu səfər partladacağıq. Sən həmişə belə deyirsən, partladacağıq. Bu da keçən dəfə o Rafael Dujambe kimi olmasın da. Coşqun bəy bizi elə biabır edib ki, biz Lənkəranda kiçik bazara çıxa bilmirik. Yox, bu dəfə başqadır. Bu dəfə Alparslana toy eləyirik. Nə Alparslan, ay Rəşid, nə toy, sən nə danışırsan? Qızın atası axı qızı vermirdi, düzün danış. Düzün danış, de görüm, siz bu qızı qaçırtmısınız ya yox? Yox, qızla yox. Başa düşmədim, necə yəni qızla yox? Onsuz imtahandan kəsilmişdim, indi dağıtımdan atacaqsınız. Bu nədir axı? Biri burada mənə izah eləyə bilər ki, nə baş verir, nə olur burada? Elə bil Alparslan gedir, qalır Alp. Bir dənə də varlı qohum tapıb başım pişirmişəm, tutmuşam ona kirvə. Pisiyo. Nə kirvə, nə Alparslanla Arslan gedir, başa düşmədim. Bu daha öncə sünnət olmayıb ki, sən olmamısan. Olmuşam da olmuşam. Bunun zibilidir də, buna görə düşmüşəm bu hallara bax. İkinci dəfə eləyir. Atalar 3-dən deyib. Üç? Ha, sənin başın xarabdır. 3 nədir? Sən həmişə kredit götürəcəksən deyə faizin məndən çıxmadılar. Narahat olmayı, həkimin başını pişirəcəm, problemsiz zatsız həll eləyəcəyik. Gəl sənə problem çıxsın. Yaxşı. Oo, salam dayım oğlunun xalasının bibisi qızı. Qızı yox, oğlu. Ay Rəşid, kirvə budur. Hə. Bəs balaca qardaşımız hardadır? Körsən o boyda maşallah. Yaxşı da. Əmi, mən çi olacağam? Hə, mənim balam, narahat olma. Bəs çox incitməyəcək. Yox, mənim balam, narahat olma. İşimiz bitsin, əmi sən aparacaq bazarıra. Hə, o bazarın yolunu mən yaxşı bilirəm. Elə mən də sizlə gələrəm. Nə bazar? Hansı bazar? Nə satılır orada? Nə danışırsınız? Salam. Bu kimdir? Ay Rəşid ayaq üstə dura bilməyəni çağırmısan bura. Rahatsız xeyir olsun. Xoş gəlmisən. Zeyni doktordur da, Lənkəranda hamı onun əlinin altından keçib. Elə mənim dədəm də onun alnının altından keçibdi. Ona görə bu gündəyəm də elə. Qəddar Zeynidir bu, bilmirsiniz? Bəsdirin görək, işimiz var axı. İşimiz gücümüz var, bitirin görək bu işi. Qom, gəl 2 dəqiqə bir söhbət eləyək. Sonra bundan müzakirə edirlər. Mənim söz haqqım yoxdur. Gəlin biraz. Bizim bu kirvə pulu məsələsi nə oldu? Rəşid, bilirsən də, uşağa verəcəm pulu, işimiz bitsin də artıq. Qom, şərti şunda kəsək. Əvvəldən ver ki, mən də onu yola salım da. Rəşid, qohumlar arasında ən maşenlik adam sənsən. Pulu uşağa verəcəm, sənə verməyəcəm. Mən gəzişəm axı, başlamırıq. Başlamayaq doktor, başlamayaq. Hay bala, tutun. Qorxma, mənim balam, qorxma. Ağrıtmayacaq, bir şey olmayacaq, qorxma. Sən hardan bilsən ağrıtmayacaq? Nə bilim, hardan bilirəm, Zeyni doktor, bir dəqiqə sizə olar baş üzədən. Olar. Doktor, elə bil ki, bu kirvə biraz varlıdır. Biz 10 başın pişirmişik, kəsti doğradı yox da, bədbəxt eləyərsən uşağı. Başa düşmürəm, şahsız doğradı yoxdur, mən nə çağırmısan bura? Elə bil ki, doktor, kəsilmiş kimi eləyəsən, kəsməyəsən. Narahat olmayıb, puluvu 2 qat verəcəm. Ay qardaş, mənim adım sanım var. Lənkəranda elə bir adam yoxdur ki, mənim əlimin altından qaçsın. Kəsəcəm. Gəlin. Uzanın başlayaq. Ay Rəşid, biz niyə hamımız uzanırıq? Məni deyir də deyən də. Nə oldu, danışdın həkimlə? Danışıram, Nuh deyir, Peyğəmbər demir. Dirəşib ki, kəsəcəm. Başa düşmə. Kimdən nəyi kəsir bu, hə? Belə danışmışdık biz. Ay, narahat olmayı yaxşı olacaq. Kreditin də vaxtı çatır, gəl. Ala sana kredi tarixçi təmiz qalsın deyə mən. Kirvə tut. Eləmə. Bu sən, bu taksi şoförü Yasin oğlu deyilsən? Sən hardan bilsən, Mən bilməyəcəm, bəs kim biləcək? Dadan da mənim əlimin altından çıxmır. Getməliyək, işimiz gücümüz var. Başlayaq. Bitirin bu Elə işi. deyir abi can bundan ki. Doktor baltanadır, doktor onadır. Doktor onadır, bırakın ha mən gedirəm. Sənin adın bacım oğlu var imiş, nədir bu? Düzdür. Doktor, sən də adın haqqın verir səni. Kəs!
Nəyi kəsin? Bax, kəsirəm ha, dəqiq. Hə, axmaq səhnəni kəsirik, nə kəs? Nə oldu? Oldu. O boyda səhnə oynayırıq. Nə danışırsan? O boyda səhnə oynayır, bununla oynayır. Bu nədir axı belə? Düz deyir də. Rəşid, sən yazdığın ssenari bundan artıq. Nə olub senariyə? Bu axırını necə indi gətirəcəksən? Gül kimi senaridir Bu də. axırını necə gətirəcəksən? İndi Rafael müəllim biraz güləcək deyə mən bədbəxt olmalıyam. Elə deyil Rafael müəllim. Rekvizitlər götürəm. Bir də həkimdən xahiş edirəm, bir zərblə bir də asqırım bir də bəkdən. Həkimin torpağı bəkdən asqırım yenə. Bir. Sən kim qrim eləyib? Baba, sənin Məni danışmaq özüm, yoxdur axı. Bir dəqiqə gözləyək, o fikirlərimizi bildirək Mən də. səhnəcə haqqında danışmadım ki. Sonra söhbət eləyərsən. İmkan ver. Uşaqlar, təbrik eləyirəm. Üzümüzdə gülüş yaratdınız. Mövzu çox belə müasir idi. Kredit üstündə dayanmışdı da bu mövzu. Oyun da çox xoşuma gəldi. İndi bilmirəm də içinizdə nə baş verir, kim gedir, kim gəlir, kiminsə vaxtı yoxdur. Sastavı saxlayın. Yəni uşaqlar hamımız oynadınız. Yazı da gözəl idi, ssenari də gözəl idi. Zövq də oxşadınız. Təbrik edirəm uşaqlar. Təbrik. Müşfiq müəllim bir söz Sağ ol, yoxdur. yox, hər şey yaxşıdır. Ən çox yaxşı zarafat idi faiz məsələsi. Və əvvəldəki krediti sən götürsə faiz məndən çıxır. Sağ ol uşaqlar, uğurlar. Uğur olsun uşaqlar. Sağ olun uşaqlar, sağ olun.